Bismillahirrahmanirrahim. Sual olunur ki, bəzi qida məhsulları üzərində xüsusi kodlar var ki, bu kodların vasitəsilə biz bilirik ki, həmin qida məhsullarının tərkibində yeyilməsi haram olan maddələr var. Donuz əti kimi və başqa haram olan şeylər. Sual budur ki, əgər biz bunu bildiyimiz halda eləyə bilərikmi həmin məhsullardan istifadə edək və yeyək? Cavab budur ki, əgər biz həmin kodlara əsasən əminlik tapsaq ki, bu məhsulların içində yeyilməsi haram olan maddələr vardır və bu maddələr öz mahiyyətini dəyişməyibdir, bu surətdə həmin məhsullardan istifadə etmək olmaz, yemək olmaz. Amma əgər biz əminlik tapmasaq bu kodlara əsasən ki, həmin məhsulların içində yeyilməsi haram olan qidalar vardır. Və yaxud da əminlik tapsaq da belə, amma bu qidalar öz mahiyyətini dəyişibdir, artıq öz formasında qalmayıbdır. Bu surətdə həmin qida məhsullarından istifadə etmək və yeməyin işğalı yoxdur.